kəssalam, deməli bu sıralamada necə ölsəm daha yaxşı olar, necə ölmək istəyərəm, indi onu sıralayırıq. Təbii ki, onu Allah bilir. Prosta elə belə fikrimdir də. Görək nələri seçəcəm, nələri yox. Piyada yolunda maşın vuraraq. Diqqət eləməlisən də, düzdür, piyada yoludur, amma yenə də diqqət eləməlisən. Başı belə aşağı salıb gedəndə təbii ki, birinin belə deyək də tələsə bilər. Ola gəlib vurub xıncım eləyə bilər səni. Pis olar da, yəni istəmərəm. 4 deyək. Nədənsə zəhərlənmək. Yaşamağa qalsa heç bir yaşamamışam. Allah qismət eləməsin. Deməli, belə deyək də, bu da ağrılı, əziyyətli olar hər halda, belə 7. Oha, yanıb ölmək. Oy, 3. Boğulmaq. Allah göstərməsin, Allah göstərməsin. Boğulanlar olub, ona görə şeydə, yəni, özüm yaşamamışam, inşallah da yaşamaram. Deməli, belə deyək də, 5. Amma yenə də qorxulu da pisdir. Yuxuda ölmək. Bu direkt 1'dir də, yəni bundan daha yaxşı nə gəlir? Yatırsan, durmursan. O heyvan parçalaması. 2. Sevgidən ölmək. Yer rədd olar. Kim sevgidən ölür? Təbii ki, belə pis olarsan, adam belə deyək də, depressiyaya düşər, amma o qədər də şey deyil. 10 da, yəni kim ölüb sevgidən? Başa nəysə düşür. Ən seriozmu ölüm, yəni heç lazım da deyil. Başqa? Birini qoruyanda ölmək. Ayda, yuxarılarda yer olmadığına, ay 8'e qoydum, 6 var imiş, qocalaraq ölmək. Valla qocalıb ölmək, hətta biri 70-75 yaşadan bəsindir. Yəni qocal Allah hamıya vaxtında ölüm versin. Tez yox da, yəni vaxtında. Deməli mənim sıralamam belə oldu. Siz edin görək sizdə necə olacaq.